Salam, hər vaxtınız xeyir olsun. Bugün sizlər üçün dietik, çox faydalı şirniyyat reseptini paylaşıram. Bunun üçün bir qaba bir yumurta, bir çimdik duz, yarım stəkan süd əlavə edib gözəlcə qarışdırırıq. Daha sonra üzərinə yarım çay qaşığı qabartma tozu, bir xörək qaşığı bəhməz, bir xörək qaşığı bal, bir xörək qaşığı zeytun yağı, 150 qram əridilmiş çərə yağını əlavə edirik. Unları sizə göstərmək istəyirəm. 2 xörək qaşığı izolyat və tam buğda unundan istifadə edəcəyik. Qarışımın üzərinə 2 xörək qaşığı izolyat əlavə edirik. Bir stəkan yarım tam buğda ununu da əlavə etdikdən sonra gözəlcə qarışdırıb xəmir yoğururuq. Çox yumşaq və ələ yapışmayan xəmir alınır. Xəmiri toparlayıb 15 dəqiqəlik soyuducuya qoyuruq. İndi isə içliyi hazırlayaq. İçliyimiz ərik qurusu, kişmiş və badamdan ibarətdir. Üzərinə su alıb biraz gözləyirik. Daha sonra isə blenderlə qarışdırırıq. Xəmirimizi soyuducudan çıxardıb eyni bərabər hissələrə bölürük. Daha sonra isə xəmirlərin hamısını eyni qaydada yayıb içlikdən yerləşdiririk. Üzərinə yumurta sarısı çəkib qozla bəzədim. 180 dərəcəlik qızdırılmış sobada alt-üst rejimdə bişirdim. Çox yumşaq, çox gözəl, çox dadlı alınır. Mütləq resepti sınayın. Bişirəcək olan hər kəsə nuş olsun. Səhifəmə abunə olmağı, bəyəndinizsə bəyən tuşuna basmağı unutmayın. Sağ olun, izlədiyiniz üçün hər birinizə təşəkkür edirəm.